Gənclərimiz sizlərin hər birini Raizə Hakimiyyətinin başçısı Müstəqim Məmmədov cənablarının adında salamlayıram. Tərtər Raizə Hakimiyyəti aparatlarını salamlayıram. Xoş gördük. İlkin növbədə bizim müqəddəs şəhidlərimizi və bunun dərimizi bir dəqiqədə sükutla alalım. Allah rəhmət eləsin. Dəyərli gənclərimiz, Tərtər ictimaiyyəti, sizlərin hər birinizi bir daha salamlayırıq. Bu günlər bizim üçün çox şərəfli, zəfərli olan bir günlərdir. 5 il bundan öncə Ali Başkomandanımız İlham Əliyev cənablarının göstərişi ilə Azərbaycan ordusu, Azərbaycan Respublikası ərazisində qarşı aparılan təxribatlara görə düşmənə, Ermənistana, köhnə dillə desək, mənfur Qarabağ arasında yaşayan ermənilərə Dağlıq Qarabağ cümləsi bir daha dilə gələsi cümlə deyil. Ona görə ki, artıq Dağlıq Qarabağ məfhumu yoxdur. Və həmin bu günlərdə Ali Başkomandanımızın tapşırığı ilə Tərtər rayonunda daxil olmaqla bütün gənclərimiz silaha sarılaraq ərazilərimizi işğaldan azad etməyə başladılar. Və mən qeyd eləmək istəyirəm ki, Cənab Prezidentimizin dediyi kimi, mən özümü ona görə xoşbəxt hiss edirəm ki, torpaqlarımızı bugünkü gündə işğaldan azad edən mənim hakimiyyətim dövründə böyümüş gənclərdir. Və hörmətli gənclərimiz, bunlar sizə şamil olan sözlərdir. Və bu günlərin bildirmək istəyirəm ki, Qəhrəman Tərtərdə 400 şəhidimiz, 400-ə yaxın qazimiz, 8000-ə yaxın veteranımız var. Allah'tan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, veteranlarımızın hər birinə Allah'tan köməklik dilirik. Veteranlar deyəndə, veteranlar səngərdən şəhidləri və qazilərimizi çiyinlərinə alan, uzaqlarına alıb, həmin döyüş meydanlarını çıxardan insanlardır. Veteranların özləri də qəhrəmandır. Qeyd eləmək istəyirəm ki, Tərtər rayonu zamanında 48 kilometr təmas xəttində yerləşirdi. Qorsunlu kəndindən başlayaraq, Qayraq, Qaziyanistə, Müsəlli kəndinə qədər və həmin zamanlarda bizim gənclərimiz, həmin bu günlərin böyüyən gənclərimiz hər bir bu işlərin şahidi oldu. Və Qəhrəman Tərtərdə, Tərtərli olmağımla mən özüm də qürur duyuram və bilirəm ki, sizlər də qürur duyursunuz. Tərtər həqiqətən qəhrəmandır. Deməli, Vətən müharibəsində Tərtərə 18.000 mərmi atılmışdır. Simeç mərmisi, bütün növ raketlərdən Tərtər rayonunda gənclərimizə qarşı, insanlarımıza qarşı, analarımıza qarşı, bacılarımıza qarşı, qəbirlərimizə, hər birinə qarşı bizə vandalizm edilmişdir. Və qeyd eləmək istəyirəm ki, həmin dövrdə gənclər arasından bu günlərimiz onu gedib ziyarət edəcəyin Orxan adlı gərcimiz Tərtər rayonu Xoruzlu kənd ərazisində xurma yığarkən, onun sinif tələbəsi həyətlərində xurma yığarkən şəhid olmuşdur. Və yəni həmin dövr əlbəttə ki, ağır dövrüdür. Böyük raketlərin səsi, insanların yəni heç biri həyəcana düşmədən Tərtərdə əsgərlərimizlə bərabər durmaq. Mən hətta öz gözümün şahidi olmuşam. Gənclərimiz həmin dövrdə, necə deyərlər, hərbiyə, raketlərin yüklənməsində, bütün istiqamətlərdə, hərbçilərin köməyi arxa cəbhədə hər biri köməyə çalmışlar. Və sizlərin hər biriniz valideyiniz qəhrəmandır. Sizlərin bu dünyaya bəxş edən analar qəhrəmandır. Ona görə ki, sizin kimi qəhrəmanlar böyüdürlər. Və Qəhrəman Tərtərdə qeyd eləmək istəyirəm ki, çox acılı günlər olur. Tərtər rayonu 91-ci ildən başlayaraq 2020-ci ilə qədər, hətta 2023-cü ilə antiterrora qədər 32 il müddətində daima düşmənlərlə üz olub. Və onu bilmək istəyirəm ki, Tərtər rayonunun bütün Emin və Həsənli iştirak edir. Emin mənim Respublikamızın çox dəyərli bir insanıdır. Bütün Cənab-ı Başkomandanımız İlham Əliyevin tanıdığı bir insandır, vətənpərvər, daimən. Biz 48 kilometr təmas xəttində yerləşdiyimiz dövrdə Emin müəllim bizlərlə bərabər oldu.
O bir tərtərli kimi daima bizlərlə bərabər oldu. Və mən sizə çox sağ olun icra rəhbərinin adından söz sizindir. Buyurun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə uzun ömür, can sağlığı versin. Çox qürurlu bir hadisənin il dönümündəyik. 5 il bundan öncə Azərbaycan xalqının illərlə gözlədiyi bir hadisə baş verdi. Torpaqlarımızın azadlığı bir mücadiləsi başladı və biz onun 5 illik il dönümü ərəfəsindəyik. Azərbaycan təqdimində çox bayramlar var idi, ancaq Zəfər bayramına biz həsrət idik. Ən önəmli bayramlardan biri 8 noyabrdır, Zəfər bayramıdır. Biz qəhrəman Tərtərdəyik. Qəhrəman Tərtər Vətən müharibəsinin birinci mərhələsindədir. Birinci Qarabağ müharibəsi adlandırılır. O mərhələdə də, ikinci mərhələdə də çox böyük tarixi missiyanı öz üzərinə götürüb və onu şərəflə yerinə yetirib. Burada olmaq çox xoşdur, sizlərlə bərabər görüşmək. Biz tez-tez görüşürük, hər biz tədbirlərimizi Tərtərə bir neçə rayon cümlədə Tərtərdə keçirməyə özümüzə daxil bilirik. Vətən müharibəsi dövründə də biz Tərtər, Ağdam, buradan tutmuş biz Füzuli, Cəbrayıl və daha sonra rayonlarımız azad olduqca ordumuzun yanında olmuşuq, ehtiyatlı olan hərbiçilər və qazilərimiz 1-ci Qarabağ müharibəsinin iştirakçıları. Əziz gənclər, biz burada himnimizi oxuduq. Himnimizi oxuyarkən və bəzən bir qism himnin sözlərinin əhəmiyyətini tam anlamır. Yəni, belə deyə anlamır, doğru olmaz, önəm vermir, yəni bir mənasını tam verir. Himnimiz şəhidlərimiz üçün, qazilərimiz üçün yazılır. Himnimiz hərbiçilərimiz üçün yazılır. Himnimiz siz gənclər üçün yazılır. Məhz 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda da minlərlə gəncimiz şəhid edir. Himn necə başlayır? Səndən ötəri can verməyə cümlə hazırdır. Azərbaycandan ötəri kim can verib? Şəhidlərimiz. Kim can verib? Qazilərimiz sağlamlığını verir. Səndən ötəri qan tökməyə cümlə qadiriz. Kim tökür düşmənin qanını? Şəhid olana qədər şəhidlərimiz, qazilərimiz, ordumuz, hərbiçilərimiz. Hüququndan keçən əskər, ən böyük hüquq yaşamaq hüququ. Şəhidlərimiz gənc yaşında yaşamaq hüququndan keçirsin, vətən yaşasın, dövlət yaşasın, bayraq yaşasın. Və qazilərimiz sağlamlıq hüququndan keçir. Minlərlə can qurban oldu, hələ bir qəhrəman oldu. Məhz 1918-ci ildə də minlərlə can qurban oldu. İndi də minlərlə can qurban oldu. Çəkib o qədər versin. Real həyatda deyil, o bir təxəyyül məhsul. Amma bu Azərbaycan o real həyatdadır, biz onu gördük. Yaşayır, daimi də əbədi yaşayacaq. Şəhidlər əbədidir, qazilər əbədidir. Bir neçə tezisədə toxunub fikrimi tamamlamaq istəyirəm. Bəzən qazi anlayışı doğru anlaşılmır. Müharibədə bir fikir var, ya şəhid ol, ya qazi. Mustafa Kemal Atatürk'ün fikridir. Qazi qalib deməkdir, şəhidin şahidi deməkdir. Qazi də iki cür. Türkiyədə buna məlul qazi və müharib qazi deyir. Bizim qanunvericilikdə şəhid var, amma qazi sözü yox. Bizim qanunvericilikdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, konstitusyon quruluşu uğrunda həyatını verən şəxs, şəhid itirən şəxs, sağlamlığını itirən şəxs, müharibə əlli yaşayan, sağlam olan şəxs üzr istəyirən veteran. Amma biz indi şəhid qazi deyiriksə, veteran da qazidir. Veteran sağlam qazi. Bir yaralı qazi var, bir də sağlam qazi var. Türklər ona məlul qazi və müharib qazi. Müharibəyə girən silahdaş iki qardaş, biri şəhid olur, biri qazi. Qazi də sağlam qazi var, yaralı qazi. Amma bizim qanunvericilikdə üç qardaşdır müharibəyə girən, üç silahdaş. Biri şəhid olur, biri müharibə əlli olur, biri müharibə verir. Hər üçü bizim üçün əzizdir, hər dövlətimiz, xalqımız üçün əzizdir. Müharibədən sonra da, öncə də hər kəsin ailəsindən dünyada dəyişmiş insanlar. Amma şəhidlər bu millətin, bu dövlətin övladları. Şəhid olana qədər bir aləmin övladıdır. Şəhid oldusa ölkənin, dövlətin övladıdır və hamımızın əzizidir və daimi də onlar xatırlanacaq.
Ondan sonra birinci Qarabağ şəhidləri olsun, 18-ci ilin şəhidləri olsun, bütün protokolda xatırlanır, nə qədər müstəqil Azərbaycan var, o qədər də hatırlanırsın. Qazilərimiz də onun üçün, bunlar bizim üçün çox əzizdir, dövlətimiz üçün əzizdir. Siz gənclər fəxr duymalısınız və siz gənclər qəhrəman bir dövlətin, qəhrəman bir ordunun, qəhrəman bir xalqın mənsublarısınız. Ona görə də gələcəkdə bu bayrağı daha yaxşı ödəyir. Birinci Qarabağ müharibəsi iştirakçıları başqa ürünlər olmaqla 80% saxlar. İkinci Qarabağ müharibəsi iştirakçıları isə o 20% itirmiş torpaqları bərpa edir, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edir. İkinci Dünya müharibəsi. Məhz hərbiçi peşəsi ona görə müqəddəsdir. Ona görə şərəflidir ki, o canı bahasına ölkəni verir. Dövlətin təhlükəsizliyini qoruyur. Həyatı bahasına. Siz hamınız, biz hamımız xəstələnirik. O xəstələndə dünyada heç nə gözümüzə görünür. Ancaq düşünürük ki, sağlam. Və insanlar bir ömür sağlamlıqlarını itirirlər. Vətən üçün, dövlət üçün. Və bəzən yerdə qalan insanlar, təəssüflər olsun ki, hər kəsə aid deyil, kiçik bir qismi düşünür ki, mən niyə bunu etməliyim? Etməlisən, səndən ötəri həyatını verən var, canını verən var, səndən ötəri sağlamlığını verən var, vətəndən ötəri sağlamlığını verən var. Sən günün 8 saatını, 3 saatını, 5 saatını bu məsələyə sərf etsən, heç nə itirməlisən. Amma bir ömür yaşama haqqını itirən himnimizdə deyildiyi kimi gənclər var. Hər birinizə təşəkkür edirəm. Gələcək həyatınızda uğurlar arzu edirəm. Hesab edirəm ki, yaxşı özünüz üçün yol xəritəsi müəyyənləşdirmişsiniz. Gələcəyə hədəflərə gedən yol ona görə uğurlu olur ki, planlı proqramlı olur. Bir plan proqramınız var gələcək üçün. Boşu-boşuna mənasız elə həyatın axarına buraxmayacaqsınız və gözəl, yüksək nəticələr əldə edəcəksiniz. Biz tələbə olanda böyük bir problem ərazi bütövlüyümüz idi, suverenliyimiz idi, ölkəmizin tanınması idi, daxildə vətəndaş müharibələri idi. Bunlar hamısı bitib. Siz bizdən xeyli irəlidəsiniz və bizim istəyimiz də o. Və siz də elə yaşayın, elə nəticələr əldə etməlisiniz ki, sizdən sonraki nəsil üçün həyat daha yaxşı olsun, daha rahat olsun. Onlar da bununla maksimum nəticə əldə eləsin. Var olun, filmdən sonra sual cavab edərik. İstəsəz, amma indi də suallarınızı cavablandırmağa hazırım. Qələbət çalmaq olmaz. Ona görə sən birinci ərzaqdan imtina eləməlisən. Deyir, sonra müəllimim mənə sual verdi ki, əgər ikisindən imtina etməli olsan hansılardan, mən onda deyir, lap çətin vəziyyətə düşdüm ki, İnamdan necə imtina eləyim, silahdan necə imtina eləyim. Yenə də ata hökmdar oğluna öz nəsiyyətini verir ki, deyir, inamı olmayan heç bir silahla təsir olunmuş əskər düşmən üzərində qələbə sala bilməz. Silahsız döyüşüb qələbə salmaq olar, amma inamsız yox. İnam məhz ideoloji əsas deməkdir. Dəyərlərə bağlılıq deməkdir. Və bizim tarixi kinolarımızdan biri olan Dədə Qorqud filminə yəqin ki, hər biriniz baxmısınız. Orada maraqlı bir fragment var. Çobanla Dədə Qorqudun dialogu. Dədə Qorqud görür ki, çoban dağları, daşlardan, kəsəklərdən təmizləyir. Soruşur ki, bunu niyə verirsən? Deyir, əkəcəyik. Deyir, o torpağı ki, qorunmadın, əkib becərməyinə dəyməz. Əkib becərmədin, qorunmana dəyməz. Bugün Azərbaycanın 44 günlük vətən müharibəsində qazanmış olduğu o tarixi zəfəri siz gənclər dərindən mənimsəməsəniz və sabahların daxil olduğunuz o orta məktəblərin eyni zamanda aranızdan yəqin əminəm ki, elələri olacaq ki, həm də ali məktəblərin universitet auditoriyalarında özünüz kimi tələbələr qarşısına çıxış edib bu mövzuda danışacaqsınız. Bugün bəlkə də o qədər yaxın zamandır ki, sizin aşağı-yuxarı yaşlılarınız, sizdən 1-2 yaş böyük olan doğmalarınız o 44 günlük vətən müharibəsinin iştirakçılarıdır və hər birindən müxtəlif epizodlar eşidirsiniz müharibədəki qəhrəmanlıqla bağlı, müharibədə qazanılan tarixi zəfərlə bağlı. Amma illər keçəcəkdir, gələcək nəsil, xüsusilə də gənclərimiz
o tarixi zəfər barəsində kitablardan oxuyacaqdır. İndi birazdan burada nümayiş etdiriləcək sənətli film kimi sənətli filmlərdən, seriallardan olacaq fragmentlərdən o 44 günlük müharibə haqqında ilkin və əhatəli məlumat əldə edəcəkdir. Bax, ideoloji əsas buna görə lazımdır. İkinci Dünya müharibəsinin tərəflərindən biri və hətta səbəbkarı olan Hitlerə müharibədə məğlub olmasına bağlı sual veriləndə ki, necə oldu bu cürə qüdrətli faşist Almaniyası məğlub oldu, deyir, mənim bir dənə Pravda qəzetim olmadı. Pravda o dövrdə SSR-nin birinci mətbuat orqanı idi, təbliğat makinası idi. Yəni, hər gün cəhbənin müxtəlif istiqamətlərində həyata keçirilən, azacıq da olsa Sovet ordusunun qazandığı nailiyyət həm orduya izah olunurdu, orduya təbliğ olunurdu, həm də arxa cəhbiyə. Çox şükürlər olsun ki, bugün bizim o Sovet dövründə aparılan ideoloji işə ehtiyacımız yoxdur. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqının özü də bu müharibədə bir yumruq olmağı bacardı. Emin müəllim dedi, mən 44 günlük Vətən müharibəsinin iştirakçısıyam və mənim xidmətdə vəzifəm elə idi ki, biz ön cəbhəyə sursat daşımaq üçün ölkənin müxtəlif regionlarında olan hərbi bazalarımızdan demək olar ki, hər gün bizim marşrutlarımız olurdu ki, ön cəbhəyə həmən o sursatları çatdırmaq. Biz yollarda olanda hərbi kolon deyirlər də, o maşınların eyni zamanda bir neçəsinin yolda hərəkət etməsinə. Hərbi kolonun da ortalama sürəti 80-100 arası olur. Biz vətəndaşlarımızın yolun ortasına yeriyərək o maşınların dayandırdığını şahid olur və bəzən də buna istər-istəməz insan əsəbləşirdi ki, bu sürətlə gedən maşının qarşısını kəsmək doğru deyil. Həm də biz axı tələsirik. O Cəbiş müəllimdə neftçi demişkən, cəbhəyə deyir, neft lazımdır və döyüşən orduyanın sursatı əlin altında olmalıdır. O Çin hökmdarı demişkən, onun suyu çörəyi olmaya bilərdi, amma onun düşmənin başına eləməyi üçün hər zaman əlinin altında mərmisi olmalıydı. Bax, o maşınları saxlayan bizim vətəndaşlar, özdə sadə vətəndaşlar, bir söz deyirdi. Komandir, mənim biraz meyvəm var, istəyirəm onu əskər balalarımıza aparasınız. Yəni, bu sözün qabağında insan qəzəbinə də utanırdı. Ona deyə biləcək başqa bir sözü də qalmırdı ki, bu insana nə deyəsən? İnsanın təmannası yoxdur, əksinə sənə həm mənəvi, psixoloji dəstək olur, həm də öz pula gedəcək əmlakını sənə təmənnasız verir ki, aparmır bizim əskər balalarımıza. Ordumuzun da 44 gün müddətində sizi inandırım ki, bunu o müharibədə görən, iştirak edən bir insan kimi deyirəm. Xüsusilə də Cənab Prezidentin efirlərimiz vasitəsilə, xüsusilə də ASTV vasitəsilə ki, hər axşam Azərbaycan xalqına müjdə xəbərləri olurdu. Bu, təxminən oktyabr ayının 4-dən 5-dən sonra ilk işğaldan azad olunan torpaqların xalqa mesajının verilməsindən sonra olan bir qayğısı vardı. Azərbaycanın sıravi əskərindən tutmuş, döyüş bölgəsində olan ən yüksək rütbəli zabitinə, ən iri hərbi birləşmə komandirinə qədər ki, biz bugün haraları işğaldan azad etməliyik ki, axşam Ali Başkomandan Azərbaycan xalqına növbəti müjdəni versin. Bax, bu 44 gün müddətində ordumuzun qəhrəmanlığı, ordumuzun süzayəti bu kimi gözlə görünməyən, yalnız o hiss edilə biləcək qürur verici anlarla zəngin idi. Mən çox vaxtınızı almaq istəmirəm. Elə hesab edirəm ki, siz cəmiyyətimizin o kəsimindənsiniz ki, o deyir, Arifə bir işarə də bəsdir. Bizim buradakı qısa və ətraflı fikir mübadiləmiz əminəm ki, sizlər üçün bu tədbirdə bizə sualınız olmasa da, amma tədbirdən sonra, xüsusilə də ki, özünüzlə üz-üzə qalanda bu görüşün, bu toplantının sizdə müəyyən bir təsirləri olacaqdır və siz özünüzə o sualı verəcəksiniz ki, mən özüm üçün nə etməliyəm, mən aləm üçün nə etməliyəm, mən Azərbaycan üçün nə etməliyəm və dövlətimiz üçün nə etməliyəm. Bugün Emin müəllim böyük dövlətlərin müharibənin bitirilməməsinə bağlı danışdı. Mən əminəm ki,
şəxsən mənim özümdən də aranızda bəlkə də bir-iki nəfər az bilən olar. Əksəriyyətiniz o smartfon telefonların sayəsində süni intellektin imkanları, resursları və hara gedir barədə daha geniş, daha ətraflı təsəvvürünüz var. Biz 44 günlük müharibədə erməni üzərində ildırım sürətli qələbə çaldıq. Amma əzizlərim, hörmətli gənclər, bugün Ermənistan xüsusilə də süni intellekt sahəsində ciddi sərmayələr yatırır. Çalışırlar ki, növbəti mərhələ, təkcə Ermənistan yox, dünyanın inkişaf eləmiş ölkələri. Azərbaycan bu məsələdə ondan geridirmi? Xeyr. Bugün Azərbaycan dünyanın o ölkələrindəndir ki, Azərbaycanda elektron hökumət modeli olan asan xidmət artıq dünyanın inkişaf etməkdə olan ölkələrin bəzilərində nümunə olaraq qəbul olunubdur. Dövlətin siyasəti öz yerində həm də vətəndaşlarımızın və xüsusilə də sabah cəmiyyətin avangard hissəsini təşkil edəcək bizim ziyalılarımızın, xüsusilə də müəllim sinifinin, müəllim zümrəsinin nümayəndələrinin bu məsələlərdə kifayət qədər bilikli, savadlı olmasına ehtiyacımız var. Ona görə də mən sizlərə bu sahədə öz üzərində daha dərindən işləməyə, daha dərin məsuliyyətlərdə vaqe olmanızı arzu edirəm. Emin mənim qeyd elədiyi kimi, sualınız olarsa, indi də cavablandırmaya hazırıq. Birazdan Dəmir Yumruq adlı sənədli filmimiz nümayiş olunacaqdır. Və o sənədli filmdən sonra da istəsəniz sual cavab edə bilərik. Amma bu arada kiminsə sualı varsa, mən böyük məmnuniyyətlə cavablandırmaya hazıram. Sualı olan var? Gözəl. O zaman mən Muraddan xahiş edirəm, bizim sənədli filmin nümayişinə başlasın. 2020-ci il sentyabrın 27-sində Ermənistan Silahlı Qüvvələrinin cəbhə boyu geniş miqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan ordusu Dəmir Yumruq adlandırılan əks hücum əməliyyatına başladı. 44 gün davam edən vətən müharibəsi təxminən 30 illik işğala son qoydu və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı. Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək bugün səhər Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə müxtəlif silahlardan, cümlədən, ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi bölgələrimizi ateşə tutdu. Düşmən ateşi nəticəsində iki əhali və hərbçilərimiz arasında itkiləndi.